Deməli, salam sabahınız xeyir xanımlar. Sizə bu günləri mən Faberlic'in bu möhtəşəm təmizlik vasitəsini tanıdacağım. Deməli, mən çox uzun zamandır sırf bu reklamı çəkmək üçün aspiratorumun bu gözlərini təmizləmirdim. Deməli, bugün sizə bu boyda belə yağ, qalıntı, kirin anında necə təmiz olduğunu, təmizləndiyini və çox asan şəkildə təmizləndiyini göstərəcəm. Deməli, gördüyünüz kimi aspiratorum iki gözlüdür və hər ikisi də çox çirkli vəziyyətdədir. Dediyim kimi reklam çəkmək üçün bir müddətdir bunu təmizləmirəm və bir neçə gündür qızartmalardan istifadə etdiyimizə görə bu aspiratorun bu gözləri çox yağlanıb, gözdəki yapışqan bir forma əmələ gəlib. Deməli, xanımlar, reklamım biraz uzun ola bilər. Həm də tək əllə çəkdiyim üçün biraz çətinlik çəkə bilərəm. Buna görə üzr sayın. İlk önce gazımı yandırıram və aspiratorlarımı biraz qızdırıram. Görürsünüz, yağ olduğuna görə oy necə isindi, hətta yandı biraz. Deməli, çox isindi. Mən bu təmizlik vasitəsini açıram və bu formada üzərinə tətbiq edirəm və maçalka ilə biraz bunu belə saxlayıram. Birazcamız anında təmizləndiyini görürsünüz. Dediyim kimi bir əllə çəkdiyim üçün biraz problem yarana bilər. Baxın, hələ sürtməmişəm, belə bir kir çıxdı. Həm də biraz yandırdım aspiratorun gözünü, peçdə sinsin deyə. Biraz gözləyirik. Deməli, xanımlar, dediyim kimi tək əllə çəkirəm deyə biraz çətin olur. Bir də siz məni kimi səhvlik eləyib bu məhsulu istifadə edərkən əlinizi belə çılpaq formada əlcəksiz istifadə eləməyin. Biraz dəridə problem yarada bilər. Deməli, biraz gözləyirik. Artıq kirin öz-özünə necə çıxdığını görəcəksiniz. Mütləq istifadə edərkən həm əlcəkdən istifadə edin, həm də ki, nəyin üstünə tökəcəksinizsə onu mütləq şəkildə isidin. Məncə bu yetərli qədər gözlədi. Biraz sürtün. Və üstünə suyunu yaxalayacağım indi. Görürsünüz. Baxın, xanımlar. Hələ mən bunu sürtmədim. Necə kir axır, necə təmizlənib görürsünüz. Dediyim kimi hələ çox yaxşı sürtmədim, çünki tək əllə video çəkirəm deyə. Biraz mənə çətinlik, maneçilik yaradır. Amma görürsünüz də necə təmizləyib. Bir tərəfini yıxalayıram. Buranı mən biraz yandırdım. Peçdə sidərkən əlimdən düşdü peç üstünə. İndi isə ikinci gözünü dermomuzdan tətbiq edirik. Anında, yəni xanımlar, o öz etkisini göstərir də sırası. Baxın, artıq ağarmağa başladı. Və budur xanımlar, artıq necə deyim, göz qabağındadır, necə təmizləndi, gözəl. Biraz elə bir videoda düşür. Artıq nəticəni özünüz görürsünüz. Telefonuma zəng gəldi deyə video yarımçıq qaldı. Yəni çiçək kimi tərtəmiz, yağlıq yox, yapışqanlıq yox, gül kimi tərtəmiz.